Bismillahirrahmanirrahim. Oruç tutan şəxsləri narahat edən və maraqlandıran suallardan da biri budur ki, oruç tutmaq istəyən şəxs mütləq demir ki, sahur yəni ürfdə biz ona o başlandan deyirik, oruç tutmaq istəyən şəxsin sahura durması vacibdir ya yox. Yəni bir insan sahura durmadan orucunu tuta bilər ya yox və yaxud da ki, bir insan görürsən yatıb qalıb, oyanıb, artıq gün çıxandan sonra oyanıb və həmin şəxs həmin gün orucunu davam etməlidir ya yox. Biz şəri cəhətdən baxanda görürük ki, oruc tutmaq istəyən şəxs üçün sahura oyanmaq, o başlarına durmaq heç də vacib əməllərdən deyil. Yəni oruc tutan şəxs ixtiyar sahibidir. İstəyər sahura durar, istəyər sahura durmaz, hər bir halda həmin gün orucunu tutmaq o şəxsə vacibdir. Amma biz hədislərdə baxıb görürük ki, hədislərdə sahura durmağın özü belə bərəkətdir, özü belə müstəhəb əməllərdəndir. Yəni sahura durmaq vacib olmasa da belə, sahurda bərəkət var və müstəhəb əməllərdəndir. Hədislərin birində Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur ki, "Əs-sahuru bərəkətun." Yəni sahur o başlarına durmaq bərəkətdir. Başqa bir hədisdə yenə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur ki, mənim ümmətim bir xurma ilə də olmuş olsa belə sahuru tərk etməsinlər. İmam Sadiq əleyhissalamdan nəql olan hədisdə isə imam buyurur ki, bir oruç tutmaq istəyən şəxs üçün, yəni bir bəndə üçün sahuru tərk etməmək müstəhəbdir. Yəni müstəhəbdir ki, oruç tutmaq istəyən şəxs sahura dursun. Başqa bir hədisdə yenə Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur ki, deyir, həqiqətən də Allah sahura duran şəxsə rəhmətini nazil edər. Və mələklər sahura duran şəxsə Allahdan dua edərlər, Allahdan dua istəyərlər. Və mələklər sahura duran şəxsin günahlarının bağışlanmağını Allahdan istəyərlər. Bəs sizlərdən hər biriniz bir su ilə də olmuş olsa belə, bir qurtum su ilə də olmuş olsa belə, sahuru gərək tərk etməsin. Ki, sahurun özündə bərəkət var, gözəllik var, Allahın rəhməti var. Amma bir oruç tutan şəxs gərək bunu diqqətində saxlasın ki, əgər sahura durmasa, o başlarına durub yeməsə, gün ərzində narahat olarsa, əziyyət çəkərsə, məsələn, ağır işdə işləyir, yemək yeməsə və hətta iş o yerə gəlib çatar ki, orucunu açmaq məcburiyyətində qalarsa, bu halda əlbəttə o şəxslərə tövsiyə olunur ki, durub səhərini o başlarını yesinlər ki, gün ərzində əziyyət çəkib çətinlik çəkməsinlər və məcbur qalıb oruclarını da açmasınlar. Allah tuttuğumuz orucları qəbul eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.